düz 45 il qəpik yığıb. Yığdığı qəpikləri üzə çıxaranda isə hamı heyrətə düşüb. Otto Anders 1970-ci illərin ortalarında belə qərara gəlir ki, əlinə düşən qəpikləri yığsın. Bir şüşəyə yerdən tapdığı qəpiyi atır. Ondan sonra hər axşam evə girəndə cibindəki bütün qəpikləri bu şüşəyə boşaldır. Onun bu hərəkəti ətrafındakı insanlarda gülüş doğursa da, Otto eyninə almayıb. Qəpiklərini yığmağa davam edib. İştirak etdiyi televiziya verilişlərinin birində Otto deyib, bir qəpiyin də dəyəri var. Bu dəyəri bilməyən insanları görəndə əsəbləşirəm. Elə ki, kiçik şüşələr dolub, Otto qəpik kassası kimi su bidonlarından istifadə eləməyə başlayıb. 2015-ci ildə Otto evinin sığorta pulunu qəpiklərlə ödəməyə qərar verir. 15 su bidonunu qohumlarının köməyi ilə avtomobilinə yükləyir. Banka yollanır. Bank əməkdaşları bidonları görəndə məhtəl qalırlar. Tərəziyə qoyanda məlum olur ki, qəpiklərin toplam ağırlığı 1200 kiloqramdır. Bank əməkdaşlarından heç kim qəpikləri saymağı boynuna götürmür. Rəhbərlik məcbur qalıb avtomatik qəpik sayma maşınını işə salır. Yüksək sürətə malik bu texnologiya 1200 kiloqramlıq qəpikləri 5 saata ancaq saya bilir. Sonunda məlum olur ki, Otto 45 ilə, yəni 16425 günə tam olaraq 513.614 dollar toplayıb. Bu da onun orta hesabla günə 33 penni yığdığı anlamına gəlir. Evin sığorta pulunu ödəyən Otto təəssüflənərək bildirib ki, məcbur qalmasaydım, hələ çox pul yığacaqdım. Bu adamın hekayəsi bir çoxumuza ibrət dərsi ola bilər. Əlinizə keçən bir qəpiyin də qədrini bilsəniz, buna nə düşür ki, deyib keçməzsiniz. Gələcəkdə böyük pullara sahib ola bilərsiniz. Nə də olsa unutmayın ki, böyük hədəflərə doğru kiçik addımlarla gedilir.